Beynin euforiya deyilən bir bölgəsi var. Yaxşısının, biraz da yaxşısını görəndə onu istəyir. Məsələn, belə deyək də, buna öyrəşibsə birdən bu yuxarısını, daha yaxşısını görür, daha yaxşısını istəyir. Ondan yaxşısını görür, ondan yaxşısını istəyir. Amma bu ən yaxşısıdır. Yəni, bura sahib olan adam bu torpaq sahəsinə elə bil ki, Qəbələnin ürəyinə sahibdir. Bax, siz 360 dərəcə dağların mənzərəsini görürsünüz. Bura 17 sot torpaq sahəsidir, çıxarışlı. Amma torpaq sahəsinin hamısı satılmır. O yuxarı hissədən, baxın bir dənə göstərim. O yuxarı hissədən, o qalanın altından 5 sotuq, 6 sotuq, 7 sotuq verə bilərik. Qəbələ Xanlar restoranına qalxan yolun üstüdür, bax. O asfalt yol Qəbələ Xanlar restoranına qalxır. Qəbələ ikinci məscidi var. Kəndbaşı məscid deyirlər. Onun yanıdır. Əsas yoldan Heydər Əliyev prospektindən asfalt yol girir içəri. Bu yolu da dövlət təzə çəkib. Asfalt yol girir içəri. Çıxarışlı, kupçalı 5, 6 və yaxud da 7 sot verə bilərik. Çox belə möhtəşəm premium bir torpaq sahəsidir. Ətrafında evlərdən məlumdur, gördüyünüz kimi hamısı villalardır. Burada torpaq sahəsini mən sizə təklif edirəm sotunu 30.000 manatdan. Çıxarışlı bir sotunun qiyməti 30.000 manatdan. Vaxt var idi, 3 il, 4 il bundan qabaq mən deyirdim ki, videolarımda Qəbələdə torpaq 50.000 olacaq, 60.000 olacaq, 70.000 olacaq. Heç kim inanmırdı. Fakt. 30.000 manata təklif edirəm bugünkü gün torpaq sahəsini sizə. Özdə onu deyim ki, ucuz təklif edirəm. Burada qonşu 45-ə 50-yə də satan var idi. Bundan yuxarıda başqa bir torpaq sahəsi var. O da məndə satışdadır. Sotunu 50.000 manata təklif edirəm. Bu torpaq sahəsindən bağlı nə sualınız olsa mənə zəng eləyə bilərsiniz. Qəbələnd parkın yanıdır. Bax, buradan piyada çıxsan, Qəbələnd parkdasan. Bir hardasa 5 dəqiqə piyada get. Qəbələnd parkdasan. Gördüyünüz kimi kanat xətti, yox, oradan görsədim, kanat xətti o. Kanat xətti, Qafqaz Riverside Hotel, Tufandağ Hotel və s. və ilə axır. Onların yerləşdiyi bir küçədir bura. Qəbələnin kəndi deyil. Çox adam qiymət müxtəlifliyini görür. Yəni Qəbələdə 1000 manata da torpaq var. Qəbələnin 59 dənə kəndi var. Səhv salmayın. Bura Qəbələnin özüdür. Qəbələnd parkın yanıdır. 30.000 manatdan 5 də, 6 da, 7 də verə bilirəm. Özünə müğayət olun.